Çatma adı yazmayın. Yo, greçka yedim. Çok yağlı yemeği de yiyebilmem. Doymadım. Vilkasına bak. Ne oldu baz vilkama? Vilkat dana. Dözəlimdir. Mən əsəbi deyiləm. Danışıq tərzim belə dayanır. Mən neyinim? Gedim üzüm orada mı dəyişim? Sidik əməliyyat elətdirim Rəbbim. Belə oturum mən. Gözüm ağrıdı. Kız bildiler. Pakotkam var. WhatsApp'a yığın dərdləşək. Ay, mədəm ağrıdı. Çörək az yiyirsən, çörək çox yeyə bilmirəm. Mən də qızam, nə yaxşı. Amma kişilər ürəkləri saat neçədə istir gəlir. Kaş kişi olardım, ya Rəbbi. Kişi olsaydım bari, sevgilimi bir qısqanardım. Kiraya çox sağ ol. Bəli. Axşamınız xeyirləmə. Axşamınız xeyir, buyurun. Deməli, sevgilim var mənim, amma yaşımız azdır da ikimisində. Neçədir? 18. Xanım, profildəki şəkil sənsən? Bəli. 18 yaşım var. Çox görsənərəm, çünki elə də özüm də elə hiss edirəm ki, biraz çoxdur yaşım, hamı da elə deyir. Saçımın rənginə görə yəqin. Yaşına uyğun geyinmirsən, bəlkə ona görə, hə, de. Ola bilər, hə. Deməli, hər şey yaxşı, çox şükür, hər şeydən razıyam. Prosta, bilsən necə, axır vaxt mənə deyir ki, getmək istəyirəm, bir klub var nəsə, klub da necədir, Qubadadır, Qubadım, Qusardım, heç dəqiq bilmirəm. Təsəvvürlə 2 gün, bir gecə palatkada qalırlar, bir 3 oğlan, 4 oğlan gedirlər. Burada güvən problemimiz yoxdur, prosta bilmirəm uşaq. Neçə dəfə də deyib ki, getmək istəyirəm. Bilmirəm. Arab kluba. Bilmirəm, nədir. Vruca deyir, klubdur, girib Instagramda baxıram elə, tam bilmirəm də nədir. Getsin də. Gecə qalmaqlandı. Qalsın da. Deyirəm, bə yaxşı, elə olsa videona yığacam 10 dəqiqədən bir. Deyir, yox, problem deyil mənim üçün. Qoy getsin də oğlanlardan. Səndən caz alır. Hə, bən necəsə olmalıdır. Nə olmalıdır ki, nə olacaq? Ay. Bildirmə yəni səndən niyə caz almalıdır ki, başa düşmə. Kluba getmək üçün caz almışlar. Başa düşdümə yəni səndən bir kişi, bir qadından niyə caz almalıdır? Bu nəyin düşüncəsidir? Deyir də, ay eləmə, kluba gedib deməmək. Demək başqa şeydir, amma icazə almaq başqa şeydir. Yəni icazə versən mən. Yox, icazə versən mən falan yerə gedim. Elə şey olar. Elə ondan əsər olsun. Mən şəxsən kişinin icazə almağına yaxşı baxmıram. Hörmət edib qadına deyə bilər. Amma mən gedim, belə şeylər mən xoşlamıram. Ona desək mən kluba gedirəm, mənim üçün yaxşı gəlməz o. Onda ümumiyyətlə denən ki, sən şərtivi qoya bilərsən ki, gedirsənsə mənlə danışma. Amma icazə almaq mən xoşlamıram. Kişi, yəni qadından icazə almağı mən mənim xəsiyyətim belədir, nə bilim. Var, hə. Eləmiş, mənim də ərim var da, o qədər danışır, mən ona ne... Nə? Ərim, mənim ərim, qızlarla danışır da. Hə. Neyiniyim mən ona? Heç, nə qədər olsun. Boşanım yox, ən yaxşısı. Nə bilim xanım, nə bilim, indi özümə baxda nə cür hörmət edirsən, nə deyə bilərəm, ha? Canımsan da, sevirəm də sən. Can, çox sağ ol, aşkım. Üzün niyə düzəlmədi sən, Aylamış? Düzələcək yavaş-yavaş. Öpürəm səni, ürəyim, sağ ol. Burası buna deyə bilmədim. Ərim qızlarla danışır. Bəli.
Böyle şey olar. Dəli olaram yalnız. Alo. Vızı batmayın da. Yığmaq olmur sizə. Niyə? Bir dəfə yığın, adboy gedəcək. İkinci dəfə təzədən yığın. Bilmirəm əlim nəyə dəyibsə, professor zadam, akademikam mən. Bir dəfə zəng gəlmir mənə. Deyir sizə yığmaq olmur, yığıram açmır. Dur vızqırdayız buradan da getdim bloka. Qaşqaldıq. Alo. Alo. Orxan Rasifoğlu'nu gördük burada. O niyə belə əlin qoymuşdu başına? Nə xoşuna gəlmədi görəsən? O da gəlir əlin qoyur başına gedir. Bəli. Alo, salam. Salam, buyurun. Ben size bir şey danışacağım. Yani buna göre hamıya danışıram, məsləhət alıram. Heç kim mən düzgün ağlı vermir. Bu insan sizsiniz. Yani ben bilirəm ki, sizə düzgün ağlı verəcəksiniz. Mənə aşkım, o insan mənə əmin ola bilərsən. Buyur. Deməli, mənim sevgilim həyatımda var idi. Bir dəfə məni aldatdı, özüm yoxladım. Bir dənə sosial şəbəkə ilə aldatdım və ondan sonra bunu bağışladım lox kimi. Sonra ikinci dəfə də təzdən ayrılandan sonra bu insan hətta padruqamı belə yazdı. Hətta mənim qızın adını nənə yazıb məni aldatdı. Mən yenə bağışladım. Və hal-hazırda çıxdı, dedi, Aşkım, qızın adını nənə yazmayıb. Nənə ləhcə deməkdir. İnsan çox istədiyi adamlara nənə, dədə, belə sözlər deyir. Nənə, bura bir dənə bir şey gətir. Yəqin bu insanlarda ləhcəsində var o. Adam var ki, qızına da deyir, nənə, bir dənə bunu gətir qoy bura, nənə. Nənə sözü nənə demək deyil. O özü dedi, bizə də müraciət edir. Ona nənə deyib, çox istədiyindən. Nənəş, nənə, Nəysə, götürdüm mənim yanımda qızı atdı bloka elədi. Qızla mən danışdım, elədim özüm. Nəysə, bundan sonra keyfimi yenə bağışladım. Mən indi üçüncü dəfədə mənə yazıb ki, indi küçədəyəm. Mən dedim, mənim niyə xəbərim yoxdur bundan? Dedi, hə, heç narahat olma, evə gedim yığacam. Telefonu söndü bunun. Sonra başqa nömrədən yığdım. Üstündən 3 dəqiqə sonra bir də gördüm, yazıb, hə, evdəyəm, zərətqan yox idi, üzürdü, say, nə bilim nə. İndi ondan sonra da yazın, yatıram. Mən də yazdım. Saxla, sən neyini bəcəb eləyib. Sonra. Onu düz deyirsən. Sonra. Bir dəfə xəyanəti niyə bağışlamısan ki, ikinci dəfə elə bir üçüncüyə də müraciət eləyir. Takıntılıqa sevmirəm, mən prosto çox takıntılıyam. Yox, sən neyini əcəb eləyir, başqa sözün. Və bundan sonra da sən neyniyəcək, əcəb eləyəcək. Möbülün boxdur. Çox takıntılı sevmirəm, mən prosto takıntılıyam. Yaxşı xanım, özünə yaxşı bax, get takıntılarınla məşğul ol. Alo. Gözün olan pəncərəsi oldu. Danışa gəl. Alo. Ay xanım, tortu qoymuşsan uşağın qabağına, profil şəkli qoymuşsan. Happy birthday to you'dur. Şeydir. Yox, bu xəyanəti niyə bağışlayırsan ki, hələ bir ikinci dəfə də sənə xəyanət. Əlbəttə ki, sən xəyanət eləyən bir dəfə də eləyəcək. Deməli, səni sevmir də aşkım. Sevmir də səni. Düz deyir, takıntılıdır. Qızlar bəzən elə bilir ki, sevir deyə əl çəkə bilmir, takıntıdır. Özünə sığışdırmır ki, məni başqasına dəyişdi. Əslində sən onu qəlbində söndürmüsən, sənin üçün vızqırdım gedib. Prosto sən takıntı eləyirsən ki, biraz danışım, mənə öyrəşsin, sonra vızqırd eləyim. Elə şey olur. Alo. Belə seçimlər qısamsa, oxlatlar. Alo.